axır vaxtlar artıq aktyor kimi işləmək mənim özümə maraqlı gəlmir. Təhsil almış bir aktyor idim ki, heç yerə çəkilməmişdim. Oyun hər səhnəni yaxşı oynamaq deyil, hər səhnəni düzgün ardıcıl oynamaqdır. Açığı axır vaxtlar artıq aktyor kimi işləmək mənim özümə maraqlı gəlmir. Çünki necə deyirlər, o qurdumu öldürmüşəm. Mənim YouTube kanalı açmağımın əsas səbəblərindən biri də mən təhsil almış bir aktyor idim ki, heç yerə çəkilməmişdim. Mən özümü məcbur ssenarilər yazıb, özüm çəkib, özümün aktyorluq qurdumu belə deyə öldürdüm. Və məncə artıq biraz doymuşam. Oynayaram aktyor kimi, səncə belə bir yaxşı bir ssenaridə, bir inandığım rejissorun içində, hər şey unudub, buna fokuslanıb, istəyərəm elə bir iş olsun ki, mənim aktyorluq eləməkdən başqa heç bir qayğım olmasın və obraz doğrudan da o qədər belə məni aparsın ki, mən gedim, oturum, bunun bioqrafiyasını yazım, bu haqqda düşünüm, bu mənim həyat tərzimə keçsin. Mən belə bir obraz oynamaq istəyərəm açığı. Amma öz işlərimdə artıq həm ssenarisini yaz, həm rejissorluq, həm aktyorluq artıq məni bir fiziki olaraq çox yorur. Çünki həm ordasan, həm burdasan, beynin həm rejissor kimi işləməlidir ki, sən başqa aktyorların da oyunundan mizana, hər şeyə nəzarət eləməlisən. Üstəlik öz oyununu da düzgün aparmalısan, düzgün qırılmamalıdır. Əsas oyun şeydir, hər səhnəni yaxşı oynamaq deyil, hər səhnəni düzgün ardıcıl oynamaqdır. Bundan qabaq səhnə ilə bu səhnə arasında emosional fərq varsa, demək sən ikisini də yaxşı oynamısan, amma düzgün deyil. Düzgün deyil, ha. Və bunu ən çətini onu nəzarət eləməkdir aktyor oyununda.